Hər kəsə salam. Bugün ən sevilən məşqlərdən birindəyik və bu məşqin 4 dənə əsas baza hərəkətini göstərəcəm bugün. Gluteus maximus günüdür bugün. 4 baza hərəkət, əsaslar, neqativlər, sayılar və setlər olacaq. Deməli, mən öz məşq proqramımı göstərəcəm birinci. Neçə seti işləyirəm, neçə sayı işləyirəm, setlər arasındakı məsafələr və neqativə nə qədər düşüb nə qədər qalxmaq daha düzgün, onları göstərəcəm. Birinci hərəkətimiz RDL-dir. Smith maşında RDL edəcəyik. RDL-i sərbəst ştanga ilə ya da ki, dumbbell-la da etmək məsləhət. Dumbbell-la etmək hətta da ilk başlayanlar üçün daha effektiv, daha məsləhətlidir. Amma sərbəst ştangda artıq orta səviyyəyə keçəndən sonra edə bilərsiniz ancaq. Çünki sərbəst ştangla edəndə onun tarazlığı qorumaq, çəkini düz saxlamaq və beli əyməmək. Çünki beldə problem yarada bilər bu hərəkət, həm də düzgün olunmadıqda. Ona görə çalışın yanınızda məşqçiniz olsun. Əgər özünüz başlanmışsınızsa, Smith maşın idealdır. Smith maşından başlamaq olar. Çünki birbaşa özü düz salır, artıq sizin əziyyət çəkməyinizə ehtiyac qalmır da. Tərazılığı saxlayım, çəkini saxlayım, belimi düz saxlayım. Sadəcə belimizi düz saxlamaq lazımdır. Deməli, çıxırıq, lyamkalarımızı bağlayırıq. Hər şeydən əvvəl əsas nüanslardan biri bizim boynumuzun duruşudur. Boynumuz qəti şəkildə əyiləndə yuxarıda qalmır. Bu formada yuxarıda özümüzə baxır. Yaxşı. Gözlərimiz həmişə ayaq ucumuza baxır. Həmişə. Boynumuz düz olur. Onurğamızın davamı kimi. Əgər siz çox aşağı ya da çox yuxarı saxlasanız, əmin olun ki, bir neçə məşqə boyun ağrıları ilə salamlaşın. Ona görə də onu istəmiriksə, mütləq şəkildə boyun duruşumuza diqqət etməliyik. Deməli, lyamkalarımızı bağladıq. Ştangı götürdük. Əsas çiyinləri arxaya atdıq, dik dayanırıq, yaxşı. Və ayaqlarımızı düz saxlamırıq. Dizlərimizi qırırıq biraz. Çünki ayaqları nə qədər düz saxlasan, sən arxa ayağa işləmiş olacaqsan. Ona görə dizlərini nisbətən qırdın, belini qabağa verdin, əllər düz. Maksimum bədənimə yaxın. Düşürəm, qalxıram. Maksimum bədənimə yaxın. Deməli, neqativə düşürəm 4 saniyədə, qalxıram 1 saniyədə. Getdik 1, 2, 3, 4. 1, 2, 3, 4. Bu formada neqativə yavaş düşürsən və maksimum qalxırsan. Burada ikinci əsas məsələdən biri dizin aşağısına düşürük, yoxsa ayağımıza maksimum şəkildə aşağı düşürük. Burada dizin aşağısına düşəndə və maksimum aşağı düşəndə 2 dənə fərqli əzələyə işləyir. Eyni əzələyə işləmir. Sən məşq eləmiş oldum biraz. Dizin aşağısına düşəndə nisbətən popanın üst hissəsini qoşmuş olursan, tam aşağıya düşəndə popanın daha böyük hissəsini işlətmiş olursan, daha çox əzələyə işləmiş olursan. Yəni, deyəndə ki, dizin altına düş bəsdir ya da ki, bəzi müəllimlər deyir ki, yox, sadəcə tam aşağı düş. Hər ikisi fərqli əzələyə işləyir. Hər ikisini fərqli həftələrdə ya da fərqli vaxtlarda salmaq olar. Eyni hərəkət deyil, yəni. I'm always ready. Okay. Deməli, dostlar, əsasən qızlar, xanımlar və özlü xanım sizə deyirəm. Neysə, özümü saxlayıram. İkinci əsas hərəkətimiz hip thrustdır. Deməli, hip thrustı amma çox önəmli bəzi nüanslar var. Ön ayağımız qoşulmasın deyə ayağımızı necə saxlamaq lazımdır, hansı məsafədə. Hansı məsafədə saxlamaq lazımdır. İndi mən hip thrustını öz maşınında edəcəm. Bizdə hip thrust maşın var, amma bəzi salonlarda hip thrust maşın yoxdur. Onda barla eləsəz daha yaxşıdır. Deməli, barı çəklər doldurursunuz, matı qoyursunuz qucağınıza, barı götürdünüz, skameykadan belinizi qoyub qaldırırsınız. Bizdə amma hazır hip thrust, artıq zalların çoxunda var hip thrust maşın, ona görə məncə problem olmaz. İndi göstərəcəm necə eləyirik. Mən yüngül çək taxmışam nümunə üçün, normalda 200 kilo qaldırıram. Deməli, uzandıq. Uzananda əsas diqqət eləyirik ki, çox yuxarıda olmayaq. Yaxşı, bizdə popa hissəsi bu skameykaya sökənməli deyil ki, bu əzələ açılıb bağlana bilsin. Bunu aşağı salırıq, çanağı yığırıq içəri. Bağladıq. Ayaq hissəmə baxın, ayağım belə deyil.
Yaxşı, bu ümumiyyətlə heç bir yerə işləmir. Bu formada da deyil. Bunda siz üst ayaq qoşmuş olursunuz 70%. Ayağım budur. Baxın bu. Biraz ucularını açıram çölə. Yaxşı, bu formada uzandım. Başımı yerdən qaldırmıram. Bu yox. Hərəkətlərin, uzandığımız hərəkətlərdə başımızı yerdən qaldırmırıq. Tak, götürdük. Maksimum salıram. Əzələ açılır. Yığıb saxlayıram 1 saniyə. Salıram. Qaldıranda fikir verirsinizsə, ayağıma zoom elə, bax. Ayağım bu formada yox, budur. Yaxşı, gücü tabanımdan alıram ki, güc paylanmasın ayağımın altında, bu. Saldım, saxladım. Saldım, saxladım, sıxıram. Əzələli maksimum sıxıram. Axırıncıda isə 12-ci sayda saxlayıram 5 saniyə. Sonra qoyuram. Axırıncıda və ilk hərəkətin sonunda 1 saniyə saxlamağımız statik gözləmə deyirlər. Əzələyə əsas stres verən anlardan biridir statik gözləmə. 5 saniyə bitirəndə, 12 təkrar bitirəndə, 1 saniyə isə hər təkrarda sonunda 1 saniyə, sonunda 1 saniyə saxlayırıq. Yuxarıya qaldırdığımız hərəkətlərdə, yaxşı? Deməli, gəlirik 3-cü hərəkətimizə, nəhayət axır ki, 3-cü hərəkətimiz Bulgarian squatdır. Bulgarian squatda bizə lazımdır bir dənə dumbbell və 2 dənə ayaq. Bir dənə squat. Güldük, əyləndik, indi məşqimizə davam edirik. Deməli, Bulgarian squatda bilirəm çətindir, ürək döyüntülərimiz artır. Başa düşürəm, nifrət edirsiniz o hərəkədə, amma mütləq etməyə lazımdır. Bulgarian squatda çox önəmli bir nüans var, əsas məsələlərdən biri. Sadəcə göstərirəm hərəkətə başlamamızdan əvvəl. Əvvəlcə necə eləyirik onu göstərim, çünki çox vaxt ayaq məsafəsini düzgün qoyulmur, ona görə də hərəkət düz getmir. Oturduq skameykanın ucunda maksimum, tabanımızı uzatdıq, məsafəni götürdük. Bu bizim artıq ayağımızın məsafəsidir. Ayağımızı qoyduq. Baxın, indi əsas məsələ, ən əsas məsələ. Sən düz şəkildə otursan, üst ayağa işləyirsən, quada işləyirsən. Ancaq quad işləyir. Amma sən əyilərək otursan, uzansan ayağının üstünə, onda qolçası əzələn işləyir, popa əzələsi işləyir. İndi göstərim, bir dənə dumbbell'dan eləyək. Lyamkamız həmişəki kimi. Let's go. That's. Bu. Okay. Əlinizin biri açıqdır, tarazlıqda əvvəlcə qalmaq çətin olur ilk başlarda, amma sonra özü həll olur. Uzanıram ayağımın üstünə. 1 2 3 Baxın, negativ yavaş otururam. Qalxıram. Yaxşı. İlk başlarda çətin olsa da, amma sonradan asan gələcək sizə. Bu da 3 set. Bir ayağa çəkidən asılı olaraq dəyişir. 10 təkrar da ola bilər, 12 təkrar da ola bilər. Əgər çəkini ağır götürsəz daha yaxşıdır. Qısa təkrarlarla yüksək çəkinə işləyə bilərsiniz. Əgər orta çəkidirsə, sayıları artıq eləməlisiniz. Mütləq əzələyə stres vermək üçün. Bu da Bulgarian squat. Görürsünüz, ancaq xarici adlarda Romanian squat, Bulgarian squat. Azəri squat kəşf eləyəcəm, az qalmışıq. Deməli, uşaqlar, indi kickback üçün ayağımızı, aparatımızı bağlayırıq. Bir, hazırdır. And second. Bilirsiniz, mən də yarış ikincisiyəm, Nadir bilir. Nadir çəkib məni yarışımda. Hazır, getdik cable'a. Cable'ımızı hazırlayırıq. Boyum çatma. Deməli, bu, baxın, bu qlobal və çox önəmli məsələdir, cable kickback. Cable kickback hamı düşünür ki, budur. Bu okey, bu da düzgün variantdır və beginner səviyyədir, başlanğıc səviyyə.
siz bundan sadəcə orta hissəni işə salmış olursunuz. Mən sizə Dragon Cable göstərəcəm necə eləmək lazımdır. O popanın üst hissəsini aktiv eləyir, ortaya da kömək eləyir. Yəni qoşur orta hissəni də. Amma onu bilin ki, popada ən çətin inkişaf eləyən hissə popanın üstüdür. Hətta insanların çoxunda, yəni qadınların çoxunda popanın üst hissəsindəki əzələ o qədər xırda olur ki, sən onu nə qədər işləsən də o inkişaf eləyib tam böyümür və popa çox dik formada, yumru və dik estetik formada görsənmir. Bu formada, yəni ki, armudu formada düşür aşağı. Ümid edirəm düz mədən şəkildə izah eləyə bildim fikrimi. Belə pis çıxmasın da. Ona görə mən sizə Dragon hərəkətini göstərəcəm. Əsas üstə vursun, bu hissəyə vursun. Cable'ımızı taxdıq. Baxın, əllərimizi iki yandan tutmuruq. Gücü bərabər bölmürük. Yaxşı, maksimum hiss etməyə çalışırıq. Hissiyat önəmlidir. Duyğularımızı qatırıq məşqimizə. Baxın, əsas ayağımı çək, əsas ayaq hissəsidir, bax. Görürsünüz, bu cable olan ayağımdır, bu sadədir. Sadə ayağımı atdım cable'ın üstünə, yaxşı. 90 dərəcə əyildim. Orta hissədən, dirəkdən tuturam, birdən də aparatın maşınının özündən tuturam. Qaldırdım. Qaldıranda əyildim. Saldım. Qaldırdım. Saldım. Qaldırdım. Baxın, qaldırdım, 1 saniyə saxlayıram. Salanda isə yarımçıq salıb qaldırmıram qətiyyən. Salanda maksimum salmağa çalışın. Hətta ayağınızın altına nə isə qoyun ki, yuxarıda olsun, gəlsin, getsin yarım dairə şəklində. Çünki əzələni böyük bir lif olaraq düşünün, iki ucu olan bir lif olaraq düşünün və streç olmalıdır əzələ. Yığılmalıdır, açılmalıdır. Yığılmalıdır, açılmalıdır ki, əzələyə stres verəsiniz və o da aktiv şəkildə işləsin. Deməli, tutduq, bir də göstərim. Qaldırdım, saxladım, tam saldım, qaldırdım, saxladım, tam saldım, bu. Bu formada ən az 3 set eləyirik, hər ayağı 12-12. Bunu daha artıq etmək də olar, yəni 14-15 say arası etsəz daha yaxşı olar. Bir də bunun skameyka ilə olan variantı var. Skameykanı qoyuruq, üstündə yuxarı qaldırırıq. Bu artıq irəli səviyyə üçündür. Bunu da gələcək videolarda göstərərəm. Sirlərdən biridir. İzlədiyinizə görə hər kəsə təşəkkür edirəm. Axıra qədər baxmısınızsa, öpürəm sizi çoxlu-çoxlu, minnətdaram. Bunlar hamısı mənim öz məşq proqramımdandır və illərdir istifadə elədiyim metodlardır. Dəyişikliyi də onsuz da mən yəqin ki, buralara bir yerə qoyaram. 2 dənə şəkil arasındakı fərqə baxarsınız özünüz. Həftədə ən az bir dəfə bu məşq proqramını etməyə çalışın və özünüzə yaxşı baxın. Çoxlu su içməyi, yetərli qədər protein və karbohidrat tükətməyi və yanında mütləq tərəvəz yeməyi unutmayın. Sizi çox sevirəm. İzlədiyiniz üçün təşəkkürlər. Abunə olmağı unutmayın, lütfən. Please.